Heç düşünübsünüzmü, birdən ölkədən çıxışınıza qadağa qoyula bilər? Bu, əlbəttə, heç kimin qarşılaşmaq istəmədiyi bir vəziyyətdir. Gəlin birlikdə baxaq görək, bu proses əslində necə işləyir, hansı hallarda və hansı qaydalarla baş verir? Bir anlıq təsəvvür eləyin, bütün planlar hazır, biletlər cibdə, hava limanındasınız. Amma sərhəd nəzarətində sizi saxlayırlar. Təbii ki, belə bir anda çaşqınlıq və narahatlıq hiss etmək normaldır. Amma bilin ki, belə bir qərar heç vaxt göydən düşmə olmur. Gəlin bu vəziyyətin arxasındakı hüquqi səbəbləri və prosesin necə işlədiyini addım-addım öyrənək. Yaxşı, bu məsələni tam anlamaq üçün gəlin yol xəritəmizə sürətli bir baxış keçirək. Əvvəlcə bu qadağa nə deməkdir, ona baxacaq. Sonra görək kimlərə tətbiq edilə bilər, daha sonra prosesin özü necə gedir, yəni qadağa necə qoyulur və necə götürülür və nəhayət bütün bu sistemə kim nəzarət edir. Gəlin başlayaq. Elə isə gəlin başdan başlayaq. Bu, ölkədən çıxışa qadağa deyiləndə biz nə başa düşməliyik? Bu, qətiyyən ömürlük bir məhdudiyyət deyil. Adından da göründüyü kimi, sadəcə müəyyən bir səbəbə görə tətbiq edilən müvəqqəti bir tədbirdir. Daha rəsmi dillə ifadə etsək, bu, dövlətin icra və probasiya orqanlarının əlində olan hüquqi bir vasitədir. Yəni, əgər bir şəxsin qanun qarşısında yerinə yetirməli olduğu bir öhdəliyi varsa, amma o bundan yayınırsa, həmin orqanlar öhdəlik yerinə yetirilənə qədər onun ölkə xaricinə çıxışını məhdudlaşdıra bilər. Yaxşı, bəs bu tədbir konkret olaraq kimlərə şamil edilir? Kimlər bu risklə üz-üzə qala bilər? Qanunvericilikdə bu məhdudiyyətin tətbiq olunduğu iki əsas qrup müəyyən edilib. Gəlin onlarla tanış olaq. Deməli, birinci qrup borclulardır. Amma söhbət hər hansı bir borcdan getmir. Söhbət məhkəmənin qərarı ilə təsdiqlənmiş, amma üzürsüz səbəbdən ödənməyən borclardan gedir. Məsələn, cərimələr, vergilər, alimentlər və s. İkinci qrup isə məhkumlardır. Yəni, həbs cəzası almayan, amma tutaq ki, islah işləri, ictimai işlər kimi cəzalarla probasiya nəzarətinə alınan şəxslər. Deməli, kimlərin risk altında olduğunu artıq bildik. İndi isə keçək əsas məsələyə. Bu qadağa konkret olaraq necə tətbiq olunur? Və maraqlısı odur ki, borclularla məhkumlar üçün bu proses eyni deyil, fərqli yollarla həyata keçirilir. Gəlin əvvəlcə borclularla bağlı prosesə baxaq. Burada hər şey addım-addım gedir və proses birbaşa deyil. Əvvəlcə icra məmuru borcun ödənilmədiyini təsdiqləməlidir. Amma o, tək başına qadağa qoya bilməz. Bu çox vacibdir. O, bütün sübutları, bildirişin çatdırılması, əmlak axtarışı kimi sənədləri toplayıb məhkəməyə rəsmi bir təqdimat göndərir və yekun qərarı, yəni qadağanın qoyulub-qoyulmamasını yalnız və yalnız hakim verir. Bu da onu göstərir ki, prosesdə məhkəmə nəzarəti mütləqdir. Məhkumlarda isə vəziyyət fərqlidir. Burada proses daha, necə deyərlər, avtomatlaşdırılıb. Məhkəmə cəza haqqında hökm çıxaran kimi sənəd probasiya xidmətinə göndərilir və qadağa demək olar ki, dərhal qüvvəyə minir. Yəni, ayrıca bir məhkəmə iclasına ehtiyac qalmır, çünki bu məhdudiyyət artıq verilmiş cəzanın bir hissəsi kimi qəbul olunur. Amma çox vacib bir məqam var. Qanun borclular üçün müəyyən istisnalar və qoruyucu mexanizmlər də nəzərdə tutur. Məsələn, əgər məhkəmə sizə borcu ödəmək üçün rəsmi möhlət veribsə, ya da ödəniş şərtlərini dəyişmək üçün məhkəməyə müraciət etmisinizsə və ya tutulan əmlakınızın dəyəri borcunuzdan artıqdırsa, bu hallarda sizə ölkədən çıxış qadağası qoyula bilməz. Bu detalları bilmək öz hüquqlarınızı qorumaq üçün həqiqətən də çox vacibdir. Yaxşı, qadağanın necə qoyulduğunu aydınlaşdırdıq, indi isə gələk daha pozitiv bir məsələyə. Bəs bu məhdudiyyət necə ləğv edilir? Əslində cavab çox sadə və məntiqlidir. Qadağanı yaradan səbəb aradan qalxan kimi, qadağanın özü də aradan qalxmalıdır. Yəni, borc ödənibsə və ya cəza müddəti bitibsə, bu məhdudiyyətin davam etməsi üçün heç bir hüquqi əsas qalmır. Konkret olaraq danışsaq, hər iki qrup üçün fərqli səbəblər var. Borclular üçün bu, təbii ki, borcun tam ödənilməsidir. Məhkumlar üçünsə cəza müddətinin başa çatmasıdır. Təbii ki, amnistiya və ya əfv kimi aktlar da qadağanı dərhal ləğv edən əsaslardır. Və burada çox vacib bir rəqəm var. 24. Yəni 24 saat. Bəli, düz eşitdiniz. Qadağanın səbəbi aradan qalxan andan etibarən icra məmurunun cəmi 1 sutka, yəni 24 saat vaxtı var ki, məhdudiyyətin ləğvi barədə rəsmi qərar çıxarsın. Bu, qanunun sizin hüquqlarınızın sürətlə bərpa olunması üçün qoyduğu bir tələbdir. Hər şey çox aydın səslənir, elə deyilmi?
Qaydalar, proseslər, amma gəlin praktik tərəfinə baxaq. Bütün bu sistemə real həyatda kim nəzarət edir? Yəni, bir məmur səhv edərsə və ya səlahiyyətini aşarsa, nə baş verir? Gəlin hesabatlılıq məsələsinə diqqət yetirək. Bu sualın cavabını deyəsən elə Ədliyyə Nazirliyinin öz rəsmi mövqeyində axtarmaq olar. Nazirlik bəyan edir ki, icra sahəsində korrupsiya ilə mübarizə gücləndirilir. Yaxşı, bu rəsmi mövqedir. Bəs bu sözlərin arxasında hansı real rəqəmlər dayanır? Elə gəlin birbaşa Ədliyyə Nazirliyinin özünün 2023-cü il üçün açıqladığı rəsmi rəqəmlərə baxaq. Bu rəqəmlər sistemin daxilində nələr baş verdiyini anlamaq üçün bizə kömək edəcək. Deməli, təkcə 2023-cü ildə qayda pozuntularına yol verdikləri üçün tam 279 ədliyyə əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bu rəqəmin özü göstərir ki, sistem daxilində müəyyən bir nəzarət mexanizmi həqiqətən də işləyir. Bu 279 nəfərin içindən 26 nəfərinə qarşı isə daha sərt tədbir görülüb. Onlar birbaşa ədliyyə orqanlarındakı işlərindən azad ediliblər. Bu da o deməkdir ki, bəzi pozuntular daha ciddi nəticələrə gətirib çıxarır. Və gəldik bəlkə də ən diqqət çəkən rəqəmə. 8. Bu 8 nəfər kimdir? Onlar korrupsiya təəssüratı yaradan hərəkətlərə yol verdikləri üçün işdən çıxarılıb və topladıqları sənədlər birbaşa prokurorluq orqanlarına göndərilib. Yəni, məsələ artıq təkcə daxili intizam tənbihi ilə bitmir. Zərurət yarananda cinayət araşdırmasının predmetinə çevrilir. Beləliklə, yekun olaraq nəyi gördük? Gördük ki, ölkədən çıxışa qadağa qoyulması və götürülməsi xaotik bir proses deyil. Hər bir addımı qanunla tənzimlənən bir prosedurdur. Və bu qaydaları bilmək, gözlənilməz bir vəziyyətlə üzləşəndə öz hüquqlarınızı müdafiə etməyin ilk və ən vacib addımıdır. Və sonda gəlin hər birimiz özümüzə bu sualı verək. Bütün rəsmi qeydlərinizin, bütün öhdəliklərinizin tam qaydasında olduğundan 100% əminsinizmi? Çünki bəzən diqqətimizdən yayınan çox kiçik bir cərimə və ya borc ən vacib, ən həyəcanlı səfərinizin qarşısında bir əngələ çevrilə bilər. Odur ki, məlumatlı olun, hüquqlarınızı öyrənin və özünüzü xoşagəlməz sürprizlərdən sığortalayın.